Çanqan avtomobilinin ön hissəsində Uni seriyalı barmaqlıqdan istifadə edibdir. Yəni bu avtomobil Oşan Z6 və Uni seriyalı avtomobillərin qarşılığıdır. Əslində bu Kuza Oşan Z6 Kuzasıdır. Çanqan bunu təkmilləşdirib Uni Z edibdir. Deməli, yan işıqlar da ona bir gözəl bir görünüş verir. Gördüyümüz kimi onlarda animasiya da var. Yəni dövmə işıqları və ya xəbərdarlıq təhlükə işıqları yanıldıqda belə bir animasiya baş verir gördüyünüz kimi. Dedək yan hissəyə. Avtomobilin yan hissəsi. Gördüyümüz kimi qapının aşağısında belə bir detal var. Krom rəngi boyantıdır. Yəni hansısa bir maneə, səkiyə da dəyəndə cızılmayacaqdır. Yəni onu deyə bilərəm, olubdur, elə bir hal cızılmır. Disklərimiz gördüyünüz kimi bizdə restyling versiyadır. Ona görə disklər belə görünür. Bunlar 20'liklərdir. Doğru restyling desə 19'luk disklərdir. Onlar belə görünür. Deməli avtomobilin top komplektasiya güzgülərdə burada kamera olur. 540 dərəcəlik kamera görüntüsü və digər tərəfdən indi göstərəcəm Face ID kamerası olur. Face ID kamerasındakı yəni açarsız, giriş və s. işlətməkdən ötürüdür. Ancaq açıq danışsaq bu bizim ölkədə işləmir. Tərcüməsi lazımdır yaxşı və yaxud da ki Kitay akkauntu, yəni belə deyim də. Yoxsa işləməyəcək o. Yəni yoxlamışıq, işləmir.